Salam müəllimlər, hər birinizi salamlayıram. Bugün sizlərlə dərsimiz ən önəmli dərslərdən biri olan iş formaları və iş üsullarıdır. Qeyd edim ki, bizim bugünkü təhsilimiz uşaq yönümlü təhsildir və fəal, interaktiv təlimdir. Yəni burada təkcə müəllimin yanaşması yox, uşaqların da öz yanaşmaları, öz fikirləri ön planda olur. Və müəllim uşaq arasında qarşılıqlı fəaliyyət olur və bu fəaliyyətin nəticəsində də fəal təlim qurulur. Və qeyd edək ki, biz müəllimin hüquq və vəzifələrində də demişdik ki, müəllim məşğələ prosesi zamanı istədikləri metod, üsulları, iş formalarını, iş üsullarını sərbəst seçə bilər. Və müəllimin hüququdur. Yəni müəllim bugünkü istər məşğələsində, istər fərdi iş formasına istifadə edər, istər cütlərlə iş formasına istifadə edər. Tamamilə yəni müəllimin istəyinə bağlıdır və qeyd edim ki, müəllim 1 il boyunca bütün iş formalarından istifadə etməlidir. Sonra keçirik iş formaları və iş üsullarına. Biz demişdik ki, 1-3 yaşlı uşaqlar yəni ayrıdır, 3-6 yaşlı uşaqlar ayrıdır və hər birisinin də öz yəni xüsusiyyətləri var. 1-3 yaşlı uşaqlarla öyrənmə prosesində fərdi, yarım qrup və kollektivlə iş formasından istifadə edirik. Fərdi iş zamanı, yəni bir növ uşaqlar təkdə fərdi burada iş görürlər və introvert şəxsiyyət tipi də adlanır. Yəni fərd daxili intellektə sahib olur, introvert şəxsiyyət tipi adlanır. Introvert şəxsiyyət tipi var, bir də ekstrovert var. Introvert tək deməkdir, ekstrovert isə yəni cütlərlə, qruplarla ola bilər. Fərd daxili də yəni tək deməkdir. Tək uşaq özü məşğul olur. Və fərdi iş forması zamanı qeyd edək ki, uşaqlar burada öz potensiallarını müəyyənləşdirirlər. Fərdi iş forması zamanı, yəni müsbət tərəfləri də var, mənfi cəhətləri də var. Müsbət tərəfləri belə olur ki, uşaq burada öz, yəni müstəqil fəaliyyət göstərir, sərbəst düşünür, uşaqlar öz inkişaf səviyyələrini izləyə bilirlər, uşaqların zəif tərəfləri müəyyən edir, yəni ki, uşaq fərdi iş görən zaman ona biz bir iş verəndə fərdi görürsə, tək görürsə, yəni bir müəllim olaraq biz bilirik ki, uşağın harada zəif cəhəti, harada müsbət cəhəti var. Yəni biz fərdi iş zamanı onu anlaya bilirik. Yəni uşaqlarda özünə inam da formalaşdırır, özü tək işləyərkən bir növ uşaqlar daha həvəsli olurlar. Mənfi cəhəti isə fərdi iş forması mənfi xüsusiyyəti vaxt çatışmamazlığıdır və qeyd edək ki, vaxt çatışmamazlığı niyə olur? Yəni ki, müəllim hər bir uşağa tək yanaşır, fərdi yanaşır və bu zaman bu iş forması, yəni vaxt çatışmamazlığı ola bilər. Bu da bunun mənfi cəhətidir. Müsbət cəhəti dediyi uşaqlar öz inkişaf səviyyəsini izləyir, özünə inam artır və biz bir müəllim olaraq bilirik ki, yəni harada uşağın mənfisi, müsbəti var. Bunu da yavaş-yavaş aradan qaldırmağa çalışırıq. Sonra gəlir yarım qruplarla. Yarım qruplar da, yəni tutaq ki, bizim qrupumuzda 20 uşaq varsa, onun 10 və 10 işlədirik də, yəni yarı bölülür. Və yaxud da ki, necə deyim, 15 uşaq olarsa, 7 uşaq belə veririk, yəni yarım qrupa bölürük. 8 uşaq da bir işləyə bilir. Daha sonra gəlir cütlərlə iş forması. Yəni 3-6 yaşlı uşaqlarla da dedik fərdi, cütlərlə, qruplarla kollektiv iş formalarından istifadə edirik. Cütlərlə iş forması zamanı uşaqların hər hansı bir problemin həllində bir-birinə kömək etmək və əməkdaşlıq etmələri, bir-birilərinin qarşılarında öz məsuliyyətlərini dərk etmələrinə imkan yaranır. Cütlərlə iş formasında açar söz kimi bir-birlərinə kömək etmək, bir-birlərini dinləmək, bir-biriləri ilə əməkdaşlıq etmək, yəni bir-birləri sözü görürüksə, bilirik ki, cütlərlə iş formasıdır və ən xüsusilə də ən yaxın əməkdaşlıq deyəndə cütlərlə iş formalarını yadda saxlaya bilərik. Və başlayırıq, 2-2 otururlar burada uşaq və bir də daha çox potensialı zəif olan uşaqlar.
daha çox potensialı güclü olan uşağı da biz otuzdura bilmərik. Çünki bir növ potensialı zəif olan uşaq biraz zəif işləyəcək, amma potensialı güclü olan uşaq tamamən məşğələni bitirəcək və zəif olan uşağı gözləməyəcək. Yəni bir-birilərinə tam anlaşa bilən uşaqları da otuzdura bilərik. Mənfi cəhət də budur ki, konflikt olan uşaqlarda yan-yana otuzdurmaq olmaz. Əvvəlcə bu konflikti həll edirik, daha sonra. Və dedik ki, cütlərlə ən yaxın əməkdaşlıq olur. Uşaqlar qarşılıqlı olaraq bir-birlərinin işini dəyərləndirirlər. Bir yerdə daha yaxından əməkdaşlıq edə bilirlər. Bir-birlərini aktiv dinləmə, empatiya hissinin formalaşması və dedik ki, mənfi cəhəti də nədir? Uşaqlar arasında konflikt olarsa effektiv nəticə verməz bu iş forması. Keçirik qruplarla iş forması. Qruplarla iş forması necə olur? Burada uşaqlar qruplarla iş forması zamanı müstəqil fikir söyləyə bilirlər və uşaq yaradıcılığı da yüksək olur və burada kooperativ, yəni kooperasiya biz bilirdik əməkdaşlıqdır. Daha sonra biz bu qruplarla iş forması zamanı uşaqları 3-4 qrupa bölürük və hər bir qrupa da bir ad qoya bilərik. Məsələn, birinə bulud adı, birinə külək adı. Yəni bir növ uşaqları həvəsləndirmək üçün və qruplarla iş forması burada uşaqların bir-birlərinə yenə də əməkdaşlıq ola bilər. Amma ən yaxın əməkdaşlıq deyil də. Ən yaxın əməkdaşlıq cütlərlə iş forması adlanır. Yaxın əməkdaşlıq isə adlanır qruplarla iş forması. Qeyd edək ki, qruplarla iş forması müstəqil fikir söyləyə bilir uşaq, yaxın inkişaf zonası güclü olur, problemi bir yerdə həll edə bilirlər, digərlərini dinləyirlər. Yəni müstəqil fikir söyləmə, digərlərini dinləmək. Bir də belə deyək ki, qruplarla iş forması zamanı uşaqlar bir-birlərinin fikirlərini dinləyə bilərlər. Qrup başçısı da olur burada və uşaqların istəyinə nəzərən də qrup başçısını seçə bilərik. Hər gün yəni qruplarla işi keçirdikdə hər gün bir uşağı qrup başçısı edə bilər və onları məşğələyə həvəsləndirə bilərik. Və keçirik. Bir də ki, qruplarla iş formasında mənfi cəhət işgüzar səs-küydür. Yəni bir növ uşaqlar işgüzar burada iş görürlər və ortaya çıxan səs-küydür. Və burada bunu biz mənfi cəhət kimi adlandırırıq. Biri var qeyri-işgüzar səs-küy. Bu uşaqlar heç məşğələ prosesində məşğələdən söhbət eləmirlər. Bu öz aralarında yaranan bir səs-küydür. Amma işgüzar səs-küy dedikdə məşğələyə aid bir səs-küydür. Yəni öz aralarında problemi həll edirlər. Bu da bunun mənfi cəhəti adlanır. Keçirik kollektiv iş formasına. Kollektiv iş forması isə bəzən burada fəal şagirdlər iştirak edir, qalanları qalır arxada. Bu da mənfi cəhətidir. Birgə fəaliyyət göstərirlər, kommunikativ bacarıqlar yüksəlir burada. Daha sonra kooperasiya yenə də əməkdaşlıq olur, kollektivdə işləyə bilirlər. Qiymətləndirməni uşaqlar öz aralarında yəni aralarında edə bilirlər. Utancaq və pasiv uşaqlar kənarda qalır, mənfi cəhət. Bir də xaotik səs-küy yaranır. Yəni nizam-intizamsız səs-küy yaranır uşaqlar arasında. Bu da kollektivlə iş formasının mənfi cəhətidir. Burada ünsiyyət bacarıqları formalaşır, uşaqlarda ünsiyyət yaranır, daha sonra kommunikativ bacarıqlar yaranır. Bir yerdə, yəni bir problemi də həll edə bilərlər, amma səs-küy yaranması da mənfi cəhətidir. Sonra keçirik iş üsullarına. 1-3 yaşlı uşaqlarla iş üsulları var. Bir də 3-6 yaşlı uşaqlarla iş üsulları var. 1-3 yaşlı uşaqlarla iş üsulları sujetli rollu oyunlardır, hərəkətli oyunlardır, didaktik oyunlardır. Sujetli rollu oyunlar bir növ estetik yaradıcı inkişafa aiddir. Yəni burada uşaqlar rola girirlər, həkimin, müəllimin, bərbər olsun, onların rolları canlandırırlar. Yəni mövcud vəziyyətə baxırlar, uşaqlara hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə baxmaq imkanı verilir və bir növ yeni epizodlar yaradırlar uşaqlar. Sonra gəlir hərəkətli oyunlar. Burada hərəkətli oyunlar sadə məzmunlu hərəkətli oyunlar olur. Fiziki inkişaf sahəmizə aiddir. Əvvəlcə kiçik yaşlı uşaqlarla keçiririk, sonra isə böyük yaşlı uşaqlarla təşkil etməkdə məqsədə uyğun ola bilər. Yəni bir növ sadə gimnastik oyunlardır. Uşaqlar məsələn səhər məşq edirik, əl-qol hərəkətləri adlanır hərəkətli oyunlar. Didaktik oyunlar isə inkişaf sahələrimizdən idraki inkişafa aiddir və oyuncaqlar, stol üstü, çap oyunları, burada uşaqların təfəkkürü, uşaqların beyni inkişaf edir, idraki inkişaf edir, diqqəti inkişaf edir
Və belə. Dedik ki, 1-3 yaş uşaqlarına iş üsullarımız didaktik oyunlar, sujetli rollu oyunlar və hərəkətli oyunlardır. Sonra keçirik 3-6 yaş uşaqlarla iş üsullarına. Əqli hücumdur, tapmacadır, nağıl etmədir, müzakirədir, şaxələndirmədir, problemli vəziyyətdir, oyunlardır, söz assosiasiyasıdır. Və qeyd edək ki, əqli hücum nədir? Əqli hücum birgə səy nəticəsində konkret problemin bir neçə həllinin işlənib hazırlamasıdır. Burada uşaqlara öz fikirlərini sərbəst ifadə edə bilməsinə imkan veririk. Və əqli hücum zamanı uşaqlara məsələn səhv bir fikirdə desək, biz uşağın sözünü kəsmirik, onu axıra qədər dinləyirik və hər birinin öz fikrini, öz yaradıcılığını öyrənməyə çalışırıq. Bir növ bizim məşğələnin motivasiya mərhələsinə əqli hücumu da aid edə bilərik. Uşaqlarda yüksək fəallıq yaradır, əyləncəli bir mühit yaradır və burada deyək ki, uşaqlar öz fikirlərini önə sürürlər, öz versiyalarını önə sürürlər, motivasiya mərhələsinə aiddir və öz ideyalarını da irəli sürə bilər. Və qeyd edək ki, birinci iş üsulumuzdur ki, yalnız və yalnız bütün məşğələlərdə bunu istifadə edə bilərik. Belə, sonra keçirik tapmaca iş üsuluna. Burada oyun tapmaca formasında keçirilir. Əyləncəli oyundur. Tərbiyəçi lövhədə dairəvi kart asır və onun arxasında yeni mövzu üzrə açar söz verir. Necə? Tutaq ki, biz bugün uşaqlara meyvələr mövzusunu keçəcəyik. Meyvənin şəklini göstərmirəm uşağa, bir də almadır, onu başa salmaq istəyirəm. Meyvənin şəklini gizlədirəm. Meyvənin şəklinin arxası uşaqlar tərəfdə deyirəm. Uşaqlar, baxın, yumrudur, qırmızı rəngdədir, meyvədir, biz bunu yeyirik, daha sonra vitaminlərlə zəngindir, qırmızı rəngdə olur, sonra yaşıl da var. Hansı meyvədir uşaqlar? Uşaqlar öz versiyalarını önə sürürlər. Biri deyir, müəllimə, almadır. Yəni, bir növ biz şəkli göstərmirik, amma uşaqlardan öz fikirlərini alırıq. Olur tapmaca, yəni tapırlar da həmin şəkli. Sonra keçirik nağıl etmə. Nağıl etmə iş üsulu məlumatın tərbiyəçi müəllimin tərəfindən uşaqlara ötürülməsidir və dinləmə bacarıqlarını inkişaf elətdirir. 10-15 dəqiqə olur və tərbiyəçi müəllim uşaqlara nağıl etmə izah edir. Nağıl etmə izah edilərkən, yəni hər hansı bir nağıl etmə biz uşaqlara izah ediriksə, məqsəd və vəzifələri dəqiq olmalıdır. Zaman ardıcıllığı nağıllarda gözlənilməlidir. Sujetli şəkillərdən, əyani texnikalardan istifadə etməliyik. Verbal, qeyri-verbal vasitələrdən, yəni əl ifadələrindən, jestlərdən, mimikalardan istifadə etməliyik. Sonra gəlirik şaxələndirmə klaster. Tərbiyəçi müəllim tərəfindən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində yapışdırılmış şəkil ilə bağlı söz və ya ifadələr söyləmə uşaqlara tapşırılır. Bayaq tapmacada dedik ki, şəkil uşaqlara göstərmir. Uşaqlara biz 2-3 yönləndirici söz deyirik. Uşaqlar özü həmin şəkli tapmağa çalışırlar. Amma şaxələndirmə klasterdə biz uşaqlara şəkli göstəririk, amma onun haqqında nəsə demirik. Uşaqlar özü tapmağa çalışır. Məsələn, qış fəslini qoyuruq ortaya. Deyirik, uşaqlar, qış fəslində nələr olur? Bir uşaq deyir ki, qar qız gəlir, şaxta baba olur, qar yağır, əlcək geyinirik, biz əynimizi qalın edirik, evdən çölə çıxarkən şərif taxırıq. Yəni, uşaqlar özü yönləndirici söz deyir. Bu da uşaqların bir növ söz bazasını da inkişaf elətdirir. Sonra keçirik suallar. Suallar da uşaqların idrak fəallığını artırır. Sualların sayı əlbəttə ki, çox olmamalıdır ki, uşaqlar da həvəsdən düşməsin. Uşaqlarda suallar tənqidi təfəkkürü artırır və məntiqi ardıcıllıq da gözlənilməlidir və suallar da verilərkən həmin mövzu uyğun olmalıdır. Mövzudan kənar olmamalıdır. Yəni, mövzunun məzmununa və mövzu ilə bilavasitə əlaqəli olmalıdır və gözlənilməlidir ki, məzmun və mövzu bir-biri ilə əlaqəli olur. Sonra gəlir söz assosiasiyası iş üsulumuz. Bu üsuldan hər hansı bir mövzunun öyrənilməsinə başlamazdan əvvəl uşaqlardan bu mövzu haqqında uşaqlar nə bilir? Bir növ əlaqələndiririk. Görə hələ tutaq ki, biz keçirik
peşələr mövzusunu uşaqlara deyir, uşaqlar hansı peşələri tanıyırsınız? Uşaqlar deyir ki, müəllim peşəsi, həkim peşəsi. Bir növ uşaqlara birinci öz bildiklərini soruşuruq, daha sonra isə yeni məlumat ötürürük. Yəni söz assosiasiyası bir mövzuya başlamazdan əvvəl uşaqların nə bildiyi soruşulur, daha sonra isə biz həm mövzu haqqında yenə də uşaqlara məlumat veririk. Sonra müzakirə, iş üsulu gəlir. Burada mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir. Uşaqlarda ünsiyyət, kommunikativ bacarıqlar inkişaf edir və kollektivlə müzakirə edilir və burada uşaqlara açıq suallar veririk, qapalı suallar vermirik. Məsələn, demirik, bayrağın neçə rəngi var? Uşaqlar desin 3 rəngi. Xeyr, açıq suallar veririk. Məsələn, deyirik ki, uşaqlara nə başa düşübsən? Bunu demirik, bu qapalı suallardır. Məsələn, deyirik ki, qırmızı rəngi nəyi ifadə edir? Uşaq başlayır yavaş-yavaş həmin rəng haqqında danışmağa. Yəni, bir növ müzakirə edirik mövzu ətrafında. Yəni, qapalı suallar, bəli, xeyr cavabı ilə olan suallar olmamalıdır. Yəni, siz bu mövzuda uşaqlar nə başa düşdünüz? Bu mövzuda nə baş verdi? Siz bu nağıl obrazının yerində olsaydınız, nə qərar verərdiniz? Və yaxud da ki, necə bir necə deyək, nağıl yaradardınız. Bir növ uşaqlar bu mövzu haqqında müzakirə edirlər. Belə, sonra keçirik problemli vəziyyətə. Bu da uşaqlarda tənqidi təfəkkürü, təhlil etmə bacarıqlarını, ümumiləşdirmə vərdişlərini inkişaf elətdirir. Uşaqlar 4-5 nəfərli qruplara bölünürlər və problem olan mövzu uşaqlara bildirilir və uşaqlar da əməkdaşlıq edərək həmin problemli vəziyyəti ortadan qaldırmağa çalışırlar. Bu da uşaqlarda tənqidi təfəkkürü inkişaf elətdirir, təhlil etmə bacarıqlarını inkişaf elətdirir və ümumiyyətlə bu problemi də həll edəndən sonra uşaqlar öz aralarında müzakirə edə bilərlər, öz ideyalarını da bölüşə bilərlər. Bu da bizim iş formaları, iş üsullarımız. Bir də deyək, 1-3 yaşlı uşaqlarla iş formalarımız fərdi, yarım qruplarla kollektiv, 3-6 yaşlı uşaqlarla iş formalarımız fərdi, cütlərlə, qruplarla kollektiv, 1-3 yaşlı uşaqlarla iş üsulumuz sujetli rollu oyunlar, hərəkətli oyunlar, didaktik oyunlar, 3-6 yaşlı uşaqlarla iş üsullarımız əqli hücum, tap-tapmaca, nağıl etmə, müzakirə, sonra problemli vəziyyət, suallar, iş üsullarımız var. Belə müəllimlər və bunu videomda izləyəndən sonra altda yorumlar hissəsində öz fikirlərinizi də yaza bilərsiniz.